Allahümme accil li veliyyikel ferec. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hazreti Ebu Abdillah Hüseyin aleyhissalatu vesselamın hüzünlü şehadetiyle alakadar Hazreti Beqiyyetullah Azam İmam Mehdi sahibi zaman Əcəlallahu Teala Fərəcü Şərifə başsağlığı ərz edirik. Dilir ki Allah ağamızın qəmini azatsın inşallah Teala. Ve saniyen bütün şiiyelere başsağlığı ərz edirik. Bu unudulmaz ağır müsibətlə əlaqədar. Hazreti İmam Cəfər Sadiq aleyhissalatu vesselam buyurur. Tasua elə bir gündür ki həmin gün Hüseyin aleyhissalam və sahabələri mühasirəyə alındılar. Şam ordusunun atları onların ətrafına cəm olub onun qarşısını kəstilər. İbn Ziyad və Ömər İbn Səd öz atlılarının çoxluğundan sevinç içində idilər. O gün Hüseyni və onun sahabələrini zəif hala saldılar. Əmin oldular ki Hüseynin köməyinə heç kim gəlməyəcək. İraq cəmaatı ona yetişə bilməyəcək. Qərib və zəif düşmüşə atan fəda olsun. Əl-Kafi cild 4, səhifə 147. Bu hissəni yadınızda saxlayın. İraq cəmaatının yetişə bilməyəcəyini bilirdilər. Dəyərli əzizlər, gözəl insanlar, möhtərəm möminlər, vacib və mühüm olmasa təkrar bu mövzuya qayıtmaram. Vicdanı olan hər bir kəs bu məzhəbin müdafiəsini bacardığı qədər hər bir şeylə, nəylə ki bacarır, müdafiə eləməlidir, qarşısında dayanmalıdır. Bu dinin ən mühüm sütunlarından biri İmam Hüseyin aleyhissalatu vesselam və onun Kərbəla müsibətidir, dəyərli möminlər. İblis öz ordusuna əmr edib ki, İmam Hüseyin aleyhissalama aid hər növ şək şübhələri insanların zehninə salsınlar. İmam Hüseyin aleyhissalatu vesselamın düşmənləri 1400 ildir hər yerdə bir cümləni gəzdirirlər, hamıya bu cümləni deyirlər, hər yer bu ifadələri işlədirlər ki, bugün də hər yerdə o cümlənin başlığı altında təbliğatlar aparırlar, reklamlar aparırlar. Sosial şəbəkələrdə, hər yerdə də internet vasitəsilə baş tutan hər yerdə, məclislərində və s. Həzrət Əbu Abdillah Hüseynlə düşmənçilik edirlər və bu ifadəni işlədirlər ki, mən artıq neçə ildir, hər il heç olmasa bir dəfə bunu danışıram və qeyrət bilirəm özümə, vicdan bilirəm özümə ki, bu danışılmalıdır. Deyirlər İmam Hüseyin aleyhissalamı şiiyələr özləri çağırıb, özləri də öldürüblər. Yəni bu cümləni işlədirlər. Həmişə bunu danışırlar və bəs qədər də izləyiciləri var. Bu xüsusda kaş bütün ruhanilər çıxış edərlər, danışardılar. Bəzi insanlarımız da inanır bu cümləyə. Çünki elə ifadələr işlədirlər ki, onu eşidən, dərindən düşünməyəndə elə bilir ki, doğrudan da İmam Hüseyin ağanı şiiyələr öldürüb. Amma dərindən düşünsələr, zehinlərini işə salsalar, biraz oxusalar, öyrənsələr, həqiqət belə deyil. Vicdan bizi boğur, imkan verməməliyik bu yalanın yayılmasına, dəyərli əzizlər. Onlar ki, deyirlər, İmam Hüseyin aleyhissalatu vesselamı şiiyələr özləri öldürüb, məqsədlərində İraq əhlini tuturlar. Məqsədləri İraq əhlini, yəni İraq əhli ki, İmam Hüseyin ağanı öldürüb, demək şiiyələr İmam Hüseyin ağanı öldürüb. Birinci dəfədən bu ifadə kimə deyilsə, mən elə gəlir ki, o elə başa düşər. İraq əhli İmam Hüseyini öldürüb, yəni şiiyələr İmam Hüseyini öldürüb deyə başa düşər. Oxuduğum hədisdə ki, hədislə başladım, iki mühüm nöqtə var idi. Birincisi bu idi ki, Şam qoşunu gəlmişdi Kərbəlaya, yəni təkcə İraq cəmaatı olmayıb Kərbəlada. Onlar deyirlər, Şam qoşunu Kərbəlada olmayıb, dəyərli eşidənlər. Yəni demək istəyirlər, bu faciə və müsibətdə Yezdin əli olmayıb. Dolayısıyla bunu demək istəyirlər ki, bu müsibətdə Yezidin heç bir rolu yoxdur və Şam ordusu da Kərbəlada olmayıb. Sən İmam Hüseyin canı yaxşı qulaq as. İkinci nöqtə budur ki, İmam buyurur, İraq əhlinin yetişə bilməyəcəyini bilirdilər. Bu cümləni işlətmək hədisdə. Yəni burada İraq cəmaatından məqsəd İraq şiiyələridir. Bəli, İraq cəmaatı İmam Hüseyin ağanın qətlində iştirak ediblər, məktub yazıb çağırıblar. Amma İmam niyə deyir İraq əhlinin yetişə bilməyəcəyini bilirdilər? Bu İraq əhlindən məqsəd İraqın şiiyələridir. Birincisi, eşidənlər, heç bir şiiyənin İmam Hüseyin aleyhissalatu vesselamın qətlində əli, rolu yoxdur. İğnə ucu qədər olsun belə. Heç bir şiiyənin. Unutmayın, yadınızdan çıxartmayın. Yalanla üstüvə hücum çəkənlərin buna heç cürə haqqı yoxdur. O vaxt haqq sahibi olur ki, sən həqiqəti bilmirsən. Sən həqiqəti bilməyəndə o da istədiyi atı çapır. Bil də, mömin, bil öyrən. Heç bir şiiyənin İmam Hüseyin aleyhissalatu vesselamın qətlində zərrə qədər olsun belə, əli rolu yoxdur. O məktub ki yazmışlar 12.000 İraqdan 12.000 məktub getmişdi İmam Hüseyin ağaya ki, dur gəl Kufəyə, İraqa,
biz sənə haray çıxacağıq, bizə başçı lazımdır falan. Bu 12 min nəfərin içindən bir neçə yüz nəfəri şiyyədir. Bir neçə yüz nəfəri şiyyədirlər. Həmin o şiyyələri də, neçə yüz nəfər olan şiyyələrin də müxtəlif hallara məruz qaldılar ki, onu ərz edəcəyəm sizə. Lakin onlar bütün məktub yazanları şiyyə kimi təqdim edirlər. Yəni siz bunu yadınızda saxlayın ki, 12 min təkcə məktubla əhali çoxdur. 12 min məktub ki yazılmışdı İmam Hüseyn ağaya ki, gəl Kərbəlaya, gəl Kufəyə, gəl İraqa. Bu 12 minin hamısını şiə kimi təqdim edirlər. Yəni şiələr çağırdı, sonra özləri ona qarşı döyüşdülər. Baxız, o bir neçə yüz nəfər ki deyirəm, ha, o məktub yazanların içində şiə var idi, bir neçə yüz nəfər. Onların da aqibəti 5 yerə bölündü. Bir çoxusunu İbn Ziyad qətlə yetirdi. Eşidirsiniz? Baxın, o şiələr ki var idi ya, onların aqibəti nə olur? Onların bir çoxusunu İbn Ziyad qətlə yetirdi. Böcür İbn Üdey var idi əvvəlcədən, ondan sonra Hani İbn Ülbə var idi və s. Mən indi adlar yadımda deyil, amma nə qədəsini öldürdülər. 2. Bir qismini zindanlara saldı. Süleyman ibn Surət Xuzai, Rüfaət ibn Şəddad, Meysəm ibn Təmmar, Muxtar Səqəfi, Müslim ibn Musəxər və s. Bir qismini türməyə, zindana saldı. 3. Bir qismi mühasirəni heç cürə yara bilmədi və Kufədən də bayra çıxa bilmədilər ki, geçsinlər İmam Hüseyn ağaya. 4. Çox az bir qismi gizli yollarla və çox çətin məşəqqətlərlə, ki mən lakanik danışıram, çox çətin məşəqqətlərlə Fərata yetişdilər, özdə yaşlı adamlar idilər, Müslim ibn Usəcə, Həbib ibn Məzail kimilər çətinliklə Fərat vasitəsilə keçib getdilər. İndiki Fərat 4, ya böyük yolu Fərat. Keçdilər İmam Hüseyn ağaya, özlərini qoşdular. Nəhayət 5-ci dəstə. 5-ci dəstə deyəlim ki, o şiyyələrin düşdükləri halın 5-cisi az bir qismi gördülər ki, mühasirədən çıxa bilmirlər və gedib özlərini İmam Hüseyn ağaya qoşa bilmirlər. Gəldilər, təqiq elədilər, özlərini qoşdular İbn Ziyadın ordusuna ki, biz də Hüseynə qarşı vuruşacağıq, əleyhissalatu vəssalam. Oradan Aşura günü keçdilər İmam Hüseyn ağanın yanına. Yəni İraqda o şiyyələr var idi ki, ya az sayda imamı çağırmışdılar, çağıranların içində onlar da var idilər. Bax, onların aqibəti bu olub. Onların heç birinin İmam Hüseyn əleyhissalatu vəssalamın qətlində rolu yoxdur. Çox uzun, geniş söhbətdir ki, əvvəlki məsələlərdə danışmışıq bunu 18 məclisə ki, kitabı da tərcümə olunub da dərindən bilmək istəyənlər oxusunlar Seyyid Əli Milaninin Aşuranın deyilməyən həqiqətləri. Yəni deyilsə ki, İmam Hüseyn əleyhissalatu vəssalamı İraq əhli öldürüb və İraq əhli də şiyə olub. Deyin ki, bu yalandır. İraq Hicrətin 2-ci ilinin axırı şiyə olub, bütün əvvəlləri. İmam Hüseyn əleyhissalam isə 1-ci ilin ortasında qətlə yetirilib. 1-ci əsrin ortasında hicri. Şiyə imama tam təslim olan şəxsə deyilir. Tam. İmama qarşı çıxana da şiyə deyilmir. 5 saniyədə hətta imama qarşı çıxsa şiəlikdən çıxıb ta tövbə edib qaydana qədər. Bir neçə sənəd oxuyuram, görəcəksiniz ki, qarşı tərəfdə heç bir nəfər belə şiyə olmayıb İmam Hüseyn ağa ilə vuruşanların. İbn Əsakir Tarix-i Mədinəti Dəməşq cild 14 səhifə 218-də yazır. İmam Hüseyn əleyhissalam üzün qarşı tərəfə tutub dedi, buyurdu, diqqətli olaq, xahiş edirəm. Diqqətli olaq, bilək, balalarımızı, övladlarımızı öyrədək ki, sonra gəlib alladırlar övladlarımızı, cavanlarımızı. Günah da bizim cavanımızdadır ki, özü öyrənib axtarmır ki, hər sözündə dalıca düşür. Zəif düşüncəlini aldatmaqdan asan işi yoxdur yer üzündə. Olmayın da zəif düşüncəli. Niyə olasınız? O kitab oxumaq, soruşmaq, elm maşallah var. Hər yerdən insan məlumatları ələ gətirə bilər. Niyə onların qazdıqları quyuya insanlar düşür? İmam əleyhissalam üzün tutdu, qarşı tərəfə dedi, həqiqətdə siz ümmətin tağutları, yoluna azmış bir qrup, kitaba arxa çevirən, şeytan məqsədli, günah dəstəsi, kitab təhrif edən, Peyğəmbər sünnəsini söndürən, Peyğəmbər övladının qatilləri və vəsilərin nəslini qıranlarsınız. Siz hərbin övladı, Muaviyyəni qəsd edir. Siz hərbin övladı və onun tərəfdarlarına arxalanır və bizi yarı yolda qoyursunuz. İndi sual verirəm, Şiyə Əli ibn Əbu Talibin tərəfdarıdır, Əli ibn Əbu Talibə arxalanandır, yoxsa Muaviyyəyə? Bəs imam deyir, axı siz hərbin oğluna arxalanan insanlarsınız. Necə Şiyyədir İmam əleyhissalam onlar o sözü deyir? İkinci, qarşı tərəfin görkəmli tarixçilərindən olan Əbu İshaq Əl-İsfərayini Nurul Eyn fi Məşhədil Hüseyn səhifə 147-də yazır. İmam Hüseyn əleyhissalam onlardan məni hansı səbəbə görə qətlə yetirilmək istəyirsiniz deyə soruşanda Atova qarşı olan düşmənçiliyə görə səni qətlə yetirmək istəyirik deyə cavab vermişdilər. Yaxşı, İmam Hüseyn ağanın atası kimdir? Həzrəti Əli əleyhissalam.
Əli Rəsulama qarşı düşmən olana şiə deyirlər. Yəni qarşı tərəf şiədir, yəni. Doktrinalarını Yezid o vaxt yazıb, indi də gedirlər. Onlar necə cızıb pozub, hərəkət edirlər. Çevir tatı, vur tatı. Neçə yüz ildir eyni cümlələri işlədirlər. Eyni ifadələri işlədirlər. 3. Təbəri, Tarixi Təbəri, cild 4, səhifə 344. İbn Əsir Əl-Kamili fi Tarix, cild 4, səhifə 76. İbn Kəsir Əl-Bidayətü və Nihayət, cild 8, səhifə 203-də yazırlar. İmam Hüseyn əleyhissalam düşmən ordusuna xitab edib buyurdu. Ey Əbu Süfyan ailəsinin havadarları. Yaxşı, bu cümlə İmam Əbu Süfyanın havadarları ifadəsi deyilən adam şiə ola bilir. Yəni bir adama ey Əbu Süfyan tərəfdarı desən, bu şiə deməkdir. Ola bilər o şiə olsun, yox. Tamam mı? Bu olacaq həvali, çünki Əbu Süfyan tərəfdarıdır. İndi də onun qəbrinin yanına keçəndə deyir radiyallahu anh. Hindənin yanından keçəndə deyir radiyallahu anha. Həzrəti Həmzənin ciyəri yiyən qadına. İmam buyurur, ey Əbu Süfyan ailəsinin həvadarları, dininiz yoxdursa, qiyamətdən qorxmursunuzsa, heç olmasa bu dünyada azad yaşayın. Deməli, İmam Hüseyn əleyhissalamla döyüşənlər Əli şiyələri deyirlər. Əbu Süfyan həvadarlarıdır ki, onların mənbələri ilə sizin qulluğunuza ərz edirəm. Bəs möminlər, Aşura həqiqətlərini dəyişdirmək üçün atdıqları birinci addım İmam Hüseyn əleyhissalamı şiyələri özləri öldürüb deməkdir. Birinci addımları budur. Birinci addım ki, atırlar, bununla başlayırlar ki, İmam Hüseyni şiyələr özləri öldürüblər. Bu birinci addım. İkinci, mütləq yadınızda saxlayın. Yezidə nüfuz qazandırmaq yolunda atılan addımlardır. İndi ki, bu adam cinayətkardır, indi ki, bu adam çox murdar işlər görüb, bunu bir yerlə yamayıb düzəltmək istəyirlər ki, bunun da yaxşı şeyləri var, o da yaxşı işlər görüb. Məsələn, bu əgər Mədinənin qadınlarını Hərrə hadisəsində öz ordusunu halal elədi, bu adam Kəbə yandırdı. Sonra bundan ağırı ki, İmam Hüseyn əleyhissalamı qətlə getirir, bunun üçün də bir şey tapıb yamayalar, buna da bu da yaxşı işləri görüb, bunun üçün başladılar. İtirilmiş nüfuzunu, etibarını görək necə qazandırar buna təzədən. Hansı ki, bu yolla istədilər Yezdin cinayətlərindən insanların fikrini yayındırsınlar. Şimdi əşi qoydu onları qıraq, gör bu başqa şeylər də var, bunu da eləyib məsələn. İndi də buna çalışırlar bugün də. Onun atasının etibarını qazandırmaq istəyirlər ona. Həmçinin yalancı hədislər düzəldiblər də hər ikisi haqqında. İbn Teymiyyə, Minhac-ı Sünnə, cild 4, səhifə 571-də yazıb. Güya Peyğəmbər buyurub, İstanbulu fəth edəcək möminlərdən ibarət qoşunun başında Yezidin olacağına dair hədis qondarılıb. İstəyirlər Yezid İstanbulun fatihi kimi yaddaşlara verib digər törətdiyi cinayətlərdən fikir dağıtsınlar. Hələ biraz da qabağa gedirlər, deyirlər İmam Hüseyn əleyhissalamda həmin ordunun əskəri olub Yezidin başçılığı altında. Atdıqları üçüncü addım, dəyərli möminlər, hadisəyə tövbə və təqva paltarı giyindirməkdir. Don giyindirirlər hadisəyə, tövbə və təqva donu giyindirirlər. Görün nə deyir İbn Teymiyyə? Deyir Yezidin Hüseyn ibn Əlini əleyhissalam öldürdüyünü fərz eləsək. Belə fərz eləsək ha. Yəni ki, Yezid öldürməyib İmam Hüseyn ağanı. Fərz eləyək ki, Yezid İmam Hüseyn ağanı öldürüb, onun yaxşı əməlləri də olub. Nasıl İmam Hüseyni öldürüb? Allah Quran-ı Kərimdə buyurur, həqiqətən yaxşılıqlar pislikləri aradan aparar. Buna da ayə də gətirir, görsən, ayə də gətirir. Görün İmam Hüseyn əleyhissalam bu adamların gözündə nə qədər cılızdı ki, onu öldür, sonra gedib ki, yaxşı əməl elə bağışlanırsan. Əlbəttə Quran məntiqi bu məntiq deyil ha. Quran deyil və mən yəqtul mu'minən mütəammidən fəcəzahu cəhənnəm fiyha xalida və qəziballah aleyhi və lə'anəhu və əəddə ləhu əzabən azima. Hər kəs bir mümini bilərəkdən öldürsə, cəzası əbədi cəhənnəmdir. Allah ona qəzəb edib, lənət edib və əəddə ləhu əzabən əzima. Onun üçün Allahın bəyanıdır ya, əzəmətli əzab hazırlayıb. Əzəmətli əzab. Qəzzali deyir, bax, tövbə paltarı giyindirənlərdən. Qəzzali deyir, Yezidi lənətləməyin, o da tövbə eləyin. Ola bilər tövbə eləsin. Hələ 50-50-yə danışır, amma bunlar insanların əqidəsindən təsir qoymaqsız. Bəlkə tövbə eləyib. Yaxşıdır da, müqəddəs bir vücudu öldür, sonra sənə tövbə də qismət olsun və bu tövbən də məqbul olsun.
Günümüzdə bu növ sözləri eşidəndə bilin, hardan gəlir bu sözlər, hardan, kimlər çıxardır. Bunu geniş danışmışıq məclislərin birində 4-cü addım Aşura gününü bayram elan elədilər. Və bayram olduğunu dedilər. Dedilər, bina-i qədimdən elə İslamdan da. Əvvəl Aşura bayramdır. Nuhun gəmisi Aşura günü məsələn qurtuldu. Ondan sonra tufandan çıxdı, yəni yer üzünə indi. Ya məsələn Musa əleyhissalam ki dənizi böldü ya, o Aşura günü baş vermişdi. Bayram elədilər. Bəni Umeyyə ümumiyyətlə özləri ki bilirlər, bunlar onların ixtiralarıdır, yalan hədislər düzəltdilər. Bəni Umeyyə illərlə, hətta mən yadımdan çıxıb neçə yüz il, təqribən 700 il yadımdadır. 700 il Aşura günü bayırda dayanıb cəmaata ətir vurdular ki, fərəhun li qətli Hüseyn ibn Ali. İmam Hüseynin qətlinin sevincinə insanlara ətir vurdular. Təzə paltar giyinirdilər. Amma cəmaata nə edirlər? Cəmaata edirlər ki, Peyğəmbər buyurub bu Aşura bayramıdır. Peyğəmbər buyurub. Bu barədə neçə ədəd hədislər uydurublar. İbn Kəsir, İbn Cəvzi və Əl-Eyni kimi alimlər bu hədisləri Aşura qatillərinin uydurmaları olduğunu bildiriblər. Bir dənə hədis düzəldiblər, cəmaat maraqlıdır, bunu yazmışam. Güya Surət adında bir dənə quş var. Peyğəmbərin əlinin üstünə qonanda Peyğəmbər buyurub ki, bu ilk oruç tutan quşdur və oruç tutduğu gün Aşura günü olub. Bu quş. Hakim Nişapuri Əl-Müstədrək əl-Səhih cildi səhifə 177-də yazır ki, bu Aşura qatillərinin düzəltdiyi hədisdir. Peyğəmbər belə bir söz deməyib. 5-ci üslub cəmaat, xahiş edirəm diqqətli olaq. 5-ci üslub şərböhtan üslubudur. Güya İmam Hüseyn əleyhissalam Aşura günü, Aşura günü və ya gecəsi Kərbəlaya gəldiyinə görə peşman olub. Tarixi Təbəri cild 4 səhifə 313-də bunun əleyhinə hədislər nəql edib, hadisələr nəql edib ki, bu yalandır. İmam Hüseyn əleyhissalam axır gününə qədər deyib ki, mənim kimisi Yezid kimisinə beyət eləməz. 6. Yezidin hakimiyyəti şər'i idi. Buna aid qaydalar düzəldirlər, yollar düzəldirlər. O da nədir? Güya sahabələr ona beyət edib. Eşidirsiniz məni? Yəni Yezidin hakimiyyəti şər'i olub o cəhətdən ki, eşidirsiniz, sahabələr Yezidə beyət edib. Sahabələr Yezidə beyət ediblərsə, Yezidin hakimiyyəti nədir? Şər'idir, doğrudur. Ona qarşı kimsə əməli qələtdir. Nəticə etibarilə İmam Hüseyn əleyhissalam, yəni xəta eləyib Yezidə qarşı çıxmaqla. Demək, Yezid üçün beyəti kim toplayırdı cəmaat? Kim toplayırdı Yezid üçün beyəti? Muaviyə sağlığında Yezid üçün beyət toplayırdı. Bəli. Sahabələr Yezidə qarşıydılar. Əlbəttə sahabələri Yezidə beyət eləməsi Yezidin hakimiyyətinin şəri olmasına dəlalət eləmir. Amma yenə daxil sahabələr ona qarşıydılar. Sahabələr ona qarşıydılar. Muaviyə bu sahabələrdən öldürdüyünü öldürüb, pulla satın ala bildiklərini də susturub. Baxız, Osmanın oğlunu, Əbubəkrin oğlunu, Ayşəni, Xalid ibn Vəlidi, İbn Ziyadın atası Ziyadı və s. sahabələri Muaviyə özü öldürüb. Çünki Yezidin hakimiyyətinə qarşıydılar bu adlarını saydıqlarım. İbn Həcər Əsqəlani cild 13 səhifə 60-da yazır. Ömərin oğlu Abdullahın susmasına səbəb Muaviyyədən aldığı 100.000 dirhəm pul olmuşdur. Abdullah ibn Ömər demək sahabədir. İstəyiblər sahabə yolu ilə Yezidə bəraət qazandırsınlar. Lakin bunun da üstü açılıb ki, o da puldan satılıbmış. Sonuncu üslubları da bu olub ki, alınmayıb o da. Kərbəlada baş verənləri cəmaat bilməsin deyə qətl səhnələrini, danışmağı qadağan ediblər. Qətl səhnələrini oxumağı, danışmağı qadağan ediblər. Siz onlardan heç vaxt eşitməzsiniz ki, danışsınlar Həzrəti Əli Əsqər necə şəhid olub. Heç vaxt eşitməyəcəksiniz, danışsınlar Əli Əkbər necə şəhid olub. Həzrəti Abbası necə qətlə yetiriblər. İmam Hüseyn ağanı öləndən sonra nə ediblər, başlarını açıblar. Danışdıqlarını heç vaxt görməyəcəksiniz. Çünki qadağan edilib onlara, haramdır. Bəzi irfan mənsubları, sufilər, irfan əhli, ariflər, bəzi ariflər deyiblər ki, İmam Hüseyn əleyhissalam şəhadətə yetməklə ali bir məqama nail olub. Ona matəm saxlamağın nə mənası var? Gərək əksinə sevinəsiniz. Bəzi irfan əhli, bəzi ariflər, sufi xətti olanlar, bunlar da belə deyiblər. Bu cümlənin müəllifi irfanın kralı dağı, nə bilim, yenilməz batalyonu Əbdülqadir Gilanidir. Ərz olsun qulluğumuza. Deyib Aşura gününü matəm eləmək, sevinc və fərəh günü etməkdən yaxşı deyil. Hətta daha pis danışıb məzhəbi fasid və xəta olanlar bizi deyir, şiyələridir. Gilani, arif deyirlər, ölürlər onun ötürü. Həmən o məzhəbi fasid olanlar Aşura günü üzlərinə vururlar, yaxalarını cırırlar və bu növdə ifadə işlədir. Hüniyyətü talibində
Səhifə 684-dən 687-yə qədər ancaq İmam Hüseyn şüarlarına ilişməklə danışıb. Bir dənə də üsula əl atıblar, deyiblər Yezid sahabə olmayıb ki, onu müdafiə edib bəraət qazandıraq. Yəni nə? Yəni sahabə olsaydı onu müdafiə edəcəkdi axıra qədər. Sahabə olsaydı müdafiə edəcəkdi. Sahabə neyini düz edir də belə götürək bunlarla. Möhtərəm əzizlər, gözəl insanlar, bu qədər plan cızdılar, niyə Aşura həqiqətlərini silə bilmədilər? Birincisi, bu hadisənin ilkin qoruyucusu mütəal Allahdır. Allah qoruyur. İmam Hüseyn əleyhissalam Allahın iradəsi ilə bu yola addım atıb. Allah da öz işinin unudulmasına imkan verməz, dəyərli möminlər. İmam Hüseyn əleyhissalam haqq və həqiqətin özüdür, onu ilə mübarizə aparan Allahın özü ilə mübarizə aparmış sayılır. Kim Allahla mübarizədə Allaha qalib gələ bilər? Qalib gəlsəydilər 1400 il keçib. Eləyə bilməmsiniz ki, bu vaxtda zan eləyə bilməmsiniz, bundan sonra da eləyə bilməyəcəksiniz. Allahın nurunu heç vəçsinə söndürmə imkanına sahib deyilsiniz. Heç kim Allahla mübarizədə qalib gələ bilməz Allaha. İkinci səbəb, hər dövrdə mövcud olan hüccət. Qoymayıb bu həqiqətlər silinsin, aradan geçsin. Onların hər biri Aşura müsibətini həm müdafiə ediblər, həm qoruyublar, həm də unudulmaması üçün öz şiyələrini maarifləndiriblər. Və bu gün də bu dinin hamisi Həzrəti İmam Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərif Aşura ilə mübarizə aparanların qarşısında durub Aşuranı qoruyur. Üçüncü, İmamın nəzarəti altında bax, sizlərin elədiyi xidmətlər və əzadarlıqlardır. Ki, qoymayıb, yaddan çıxsın, unudulsun. Baxın, sizlər, şiyələr, bu əzadarlıqları yüngül və süst keçirsəydi, düşmən hədəfinə çatacaqdı. Süst qoymadınız keçməyə.